Yazır ki, salam, mən bardal eliksir qatqısı aldım. Ustam dedi ki, bunu ancaq bardalın öz yağı ilə qatmaq olar, başqa yağa qatma. Siz nə məsləhət görürsünüz, qatım ya yox. Onda biz həmişə deyirik ki, eliksir istənilən yağa qatıla bilər. Eliksiri simçka yağına da qatabiliriz. Simçka yağı ilə eliksiri mən öz avtomobilimə sürə bilərəm və heç bir problem olmayacaq. Öz avtomobilinizə razısınız, biz sizin avtomobilə Günabaxan yağı tökürük. Prado. Günabaxan yağı Özür tökürük. nəzərinizə çatdırım ki, 420 mində yol gedir və mənə açılmayıb hələ. Günabaxan yağı tökürük. Üzərinə bir eliksir əlavə edirik və elə şaxtağa. Günün sabah. Bunu sabah. Gedirik obaya, ölkənin ən ucuz nəyini almağa, Günəbaxan yağını almağa. Rəşad usta, məncə biz 10 litr götürək. Çünki mənim maşınım yağ yeyir. Qutarsa nə alacaq? Yoldan yenə simçka yağ alacaq. Birdən tapmadıq. 2 dənə litr götür. 2 dənə də litri tabafqaya. Salamlar, Marat bəyin dünənki iddiasını davam elətdiririk. O danışdığımız vaxtda buradayıq. Günabaxan yağlarımız və eliksir. Marat bəy, söz sizdədir. Heç nə. Mənim avtomobilim Toyota Prado 2006 2.7 mühərrik 5 litr. 2 litr də əlavə götürmüşük, maşında yağ yemə var, yəni Bəli. çaşdırmasınız. Günəbaxan yağı əlavə edəcəyik. Əlavəsini də hətta günabaxan yağından eləyəcək. Üzərinə də eliksir plazma qatqısı və iddia eləyirəm ki, biz Şahdağa qədər gedib çıxa biləcəyik. Oradan geri də Bakıya qayıdacağıq. İnşallah. Başlayaq prosesə. İnşallah. Rəşad usta, onun o Carter boltuna nəsə işarə qoyacaq. Carter boltuna biz efirdən dəvət eləmişdik ki, bir möhür qoyulsun. Amma gəlmədi. Adam gəlmədi, o mənə kim deyəsən yatağandır. Eybi yox, özümüz onu, burada boya var, elə bu Kənan göstərim. Carter boltunu bağlayandan sonra boyayla üstünü boyayacaq ki, yəni heç bir şübhə qalmasın ki, ora açar izi dəyib. Bəlkə buradan çıxmışsınız, yağı dəyişmişsiniz, o şübhələri aradan qaldırmaq üçün. Dedim elə eləyək ki, o Mız production olmasın da ortada. Sıfır. Çünki əli yeri qoymayaq. Boyanı da vurdum ki, orada yəni açar izi falan boyaya dəyəndə bilirsiniz ki, izi bildirir. Yəni əgər Carter açılsa avtomatik olaraq siz biləcəksiniz. Əlbəttə. Əslində Azərbaycanda belə kontent yoxdur. Yəni qlobala çıxa biləcək bir kontentdir də. Bütün dünya izləyir də bunları eləyənləri. O bunu çox açılmır. Bilirsən niyə aça bilmirsən? Hə, yox, açdım. Çünki açmamısan heç vaxt. Bunun əməlli başlı plombu var, Budur. Bismillah. Vəssalam. Bir dənə də şərəfinə mən nail olum da onun. Elə bunların aralığında Marat bəy, ikisini süzək, sonra eliksiri süzək, sonra da qalanı davam eləyək ki, qoy elə bir-birinə qarışmağa çalışsınlar. Hə. Öz maşınına Günəbaxan yağı əlavə eləyən sürücü görmüşdünüz. Məncə Azərbaycanda ilkdir. Biraz üstündən sıx, tezləşsin. Biz də dəli adamlarıq. Əslində biz 4 il bundan qabaq da qlobala düşəcək kontent eləmişdik də Rəşad usta. Yağsız sürüş testi. Yağsız sürüş testi. Yəni, Azərbaycanda da bu olmamışdı. Yəni, onu da YouTube'dan No Oil Run testi, bardal yazıb baxa bilərsin. Bu da artıq bizim eliksir plazmamızdır. Əla. Bu da rəngindən görə bilirik. Bir dənə açıq yağı gətirərsiniz, bunun içinə töküb qarışdıracağım, görüm qarışır, qarışmır. Mənə əsas maraqlı gələn odur. Bu buna qarışırsa, deməli, elə buradan mən artıq dəqiq proqnoz verəcəm ki, bu gedəcək. Mənə maraqlı gələn budur. Amma biri o suyla yağ görürsüz qarışmır. Elə effekt yaransa, gəlib çıxa bilməyəcək. O zaman 80% üstə düz deyir. Qarış,
düzü nədir odur. Alınsa da budur, alınmasa da budur. Zaten alınmasa da ən azı o nətər deyərlər, deyəcək ki, biz bunu yox, qarışır budur. Məhəd bəy. Qarışır, əla, qarışır. super. Qarışırsa əla. Amma belə də ki, biz heç kimə tövsiyə eləmirik ki, Yox, bu elənləsi bir şey günəbaxan deyil. yağını avtomobilə əlavə edib, üzərinə də elektrik əlavə eləyəsiniz. Bu Bu olması bir şey olmamalıdır, deyil. yəni. Bunu təkrar etməyin, yəni. Yox, mənim cibimə ziyan deyil, sürücünün cibinə ziyandır. Neçəsini töymüşük cənab plan? Məncə indi dördüncüdür. Dördüncüdür. Özdə mən Rus markası seçmişdim ki, daha ucuz olsun. Rəşad Usta dedi ki, yox. Yox, mən Hamı yerli mal alsın, xeyir vətənə bunu qalsın. Rus blogerlər eləyibsə, biz Azərbaycanlı olaraq eləyiriksə, Azərbaycan markası olmalıdır. yağ heç olmasa özümüzə xeyir verir. Da. Elektrik Avropaya xeyir verir, yağ heç olmasa özümüzə verir. Özümüzə, bəli. Bu sonuncudur. Oranı da göstərərik. Əslində elektrikli maddi olaraq bəli Avropaya xeyir verir, amma keyfiyyətli məhsul gətirməklə sürücülərimizə xeyir Əlbəttə, verir. əlbəttə. Elədir. Allah razı olsun, çox sağ olun. İnşallah ki 0 kilometrede yerden başlayacağım. Əla. 500 azalır. İnşallah xeyirli olsun. Tam o master klasın o dönem dediğim gibi maşın olacak. 100%. Aradan master klasta doğru. Bismillah. Mərkəz Əsas odur, əskişə düşdü. Əşə düşəcək. Elə bilin ki, get. So, burada qutardı. Mühərrik səssiz işləyir ha, Rəşad Usta. Hələ ki onu bilə bilməyəcək, çünki nasosdakı yağ falan qoy biraz dövr eləsin. Yox, elə bir Piraşkeysi gəlmir ki. hələ ki. Hələ yağ tam qızmalıdır, ondan sonra bilməli. Heç nə, maşını söndürün, kodlayaq. Ya Allah, biz hazırlaşaq. Çıxırıq yola, hara? Şahdağa. Prado 2.7 mühərrik, günəbaxan yağı ilə işləyir. kilometr keçmişik və saray postunda keçmişik. Strateji nöqtəni Bəli, keçdik. strateji nöqtəni keçdik. Hal-hazırda tüstüləmə yoxdur. Mən görmürəm tüstüləmə. Yəni hər şey qaydasındadır. Avtomobil rahat işləyir. ...60 kilometr artıq sürmüşük. Saxladıq yol üstüdə səhər yeməyimizi yedik. Vüqar usta mühərrik ustamızdır. İndi Mən bir test edeyim, səsinə qulaq asın. Görək mühərrikin vəziyyətinə görək nə baxacaq. kimi dəyişdi. Yağın vəziyyətinə daha doğrusu. Ümumi bir dənə Bu bir dənə çəkək. bir dənə xodlayın xahiş edirəm, bir dənə səsinə qulaq asım sonra. Motor aldatmış. Niyə? Yox, görmür, yağdır, motor yağıdır. Yox, nə motor yağı? Günəbaxan yağıdır. Bu niyə belə işləyir? Necə işləyir? Çünki içində elektrik plazma qatqısı var. Məsələ odur. Şübhə baxmaq istəyirsiniz, söndürək. Söndürək baxaq, söndürək. Söndürün. Yağda bir mühərrik yağlılığı var. Çünki elektrik var. Yəni elə günə baxan yağın tərkibi dəyişib yəni. Bunu yəni mən hiss eləmirəm burada. Ona görə deyirəm sizdən şübhələnirəm mən. Mən burada Canlı yayımda günəbaxan yağını əlavə etmişik. Hətta Carterin boltunu işarələmişik ha. Yəni iz qoymuşuq ora ki bilinsin. orada Yaxşı. Ürəkli qaz da verdik mühərrikə. Getdik. Üzü Şahdağa. Biz gəldik, çıxdıq Qusara. Əgər bu videonu izləyirsinizsə, Bəli. bəli çatmışıq. Bəli, 202 kilometr gedib avtomobil, 202 kilometr və gəlmişik Elton Ustanın yanına. Mənfi 3 dərəcədir Qusarda bu dəqiqə hava. Yəni o Bardalın
ilk və son demək olar. Mən ikincini tanımıram. Fanatı Cəmilənin şəklini qoyacağıq burada. Bakıdan gəlib bizim arxamızda Qusara. Necəsən Cəmilə? Yaxşı olasan. Mən nə deyirəm ki, Aha. burada bir eksperiment eləyirik. Deyir, niyə deyir, invite frienddir, yəni belə çevrə dostudur. Deyirəm, yox, o deyil də, o yoxlamadır deyir. Bəli. Hə, Cəmilə o vaxt Tədbirdə gəlmişdi. Cəmilə Amerikanı qazandı. Getdi Amerikaya özü tək, imtahan verdi, tək də qayıtdı. Bəli. Və Bardalın uşaq fanatı ancaq bu qədər intellektual ola bilərdi. Gəlib çatmağa çalışdıq. Yağ dəyişməyə çata bilmədik, işimiz oldu. Dedik, yox, arxanızdan gələk görək nə olacaq. Və bu avtomobildə bütün demək olar məhsullar hamısı Asmotors məhsullarıdır da. Bardaldır, yağı Yağ bardaldır, əyləc Ayserdir. O, hə, sonra Bu testdən sonra günə baxan yağına keçməsə yaxşı. Elektrə keçəcək. Mühərrikə baxış keçirək. Mühərrikdə səs yoxdur. bunun səsi get-gedə düzəlir. Mən bizə nənən şeydən. Mən fikirləşirəm ki, sən bu qaytarıb öz yağını töküb motoru yığdım ya sən. Deyəsən sizə sonra Bunun etməyəcək. siyasını tutmuşuq. Ventiliyasiyasında kartel qazları yoxdur, yəni sapun yoxdur. Ha, bu da elektrin gücü. Bu ümumiyyətlə bu maşın əvvəldən yağ yığır. Bəli, 5000-ə 3 litr. Biraz ağırlaşdırım söhbəti. Lazım deyil. Bunu çıxardanda əvvəl biz çıxardır, buradan sapun tüstü vurur ya bu. Ne olur? Ondan da çıxacaq. At onu da. Buyur. Azalıbsa əlavə eləyək. Az da deyil ya. Bu güzel bir Nəsə Prado'nun bağı tapmışıq. Azalır mı? Böyle buradadır da elə də mənim gözüm belə görür. Bir dənə də sil çıxart da. Bu dəqiqə sildim, bu dəqiqə sildim. Yox, quru əskidən silin. Hə, su. Bir dənə soğuk çıxart. Deməli, Simçika yağı Prado'nun O orijinal diyor, yağı. bak. Bu dəqiqə meşəyə insan gəlib yanaşmaq. Burada, yo, burada elə Ha, burada. buradaydı. Elə buradaydı. Eliksir töymüşdü, biraz artıq idi, buradadır. Su. Yerindədir qırış. Yox, azalmır. Всё. Artırır ya. Yox, artıq idi. 400 qram artıq idi. Oy, bu ne? Yapışqanlığımız da. Ha deyirəm yağın tərkibinə bax. Qardaş elektrdir də bəs necə olmalıdır? Nəyi göstərir bəs adamlara? Asıl yağ, yağlılıq var ya. Yəni bu Deməli, 212 kilometr və biz qalacağımız evə gəldik, çatdıq. Əslində biz Şahdağa sürməli idik birbaşa. Niyə sürmədik? Çünki saat hal-hazırda 5-ə qalıb və Şahdağ 5-də bağlanır, amma biz artıq təyinat olan nöqtəyə gəlib çatmışıq. İnşallah sabah qismət olsa Şahdağa da gedəcəyik. Gəlib çıxmışıq Rəşad Usta ilə, bütün kollektivlə bir yerdə. Avtomobilimiz rahat, həyətdə. Mən istəyirəm ki, buranı da göstərim sizə. Biz sadəcə avtomobil test eləməyə gəlməmişik, qatqa test eləməyə gəlməmişik. Deməli, bizim antrikotumuz, bastırmamız, quyruğumuz, qutabımız, burada farel, ördək əti. İndi gedək görək orada nə iş görür Vüqar Usta. Ay Vüqar Usta, motoru da sən yığacaqsan, nə bilim, yeməyi də sən pişirirsən. Nə deyə bilərsən? Bu nədir? Buğlama? yəni sizdən bir dənə fərqli mən onu deyim ki, sizdən bir dənə fərqi mənim ondadır ki, mən burada ümumiyyətlə bütün işlətdiyim yağlar təbiidir. Quyruq yağıdır. Yəni mən bura Yəni burada başqa söhbət ola bilməz ha. Yəni burada yağ söhbəti. Əslində bizə də qeyri-təbii deyil. Yeməklər öz yağında. Motora tökdüyümüz günə baxan yağıdır. Elektrik də ki bitkilərdən alınıb. Onlar da bitkilərdən alınıb, amma o birisi O heyvandan alınıb hə, da. bu heyvan bu təbii bir lap gözün qabağında olan bir şeydir.
Bu dəqiqə avtomobilimin içində günə baxan yağı var. Tək günə baxan yağı olsaydı, təbii ki, heç vaxt baş qoşmazdım bu məsələyə. Mən Bardal Elixirə güvənirəm. Ona görə də hal-hazırda 5 litr final günə baxan yağı və 1 ədəd Bardal Elixir plazma qatkısı ilə soyuq start veririk. Nərmanovdan çıxmışıq, sürüb gəlmişik Şahdağa sağ-salamat, Şahdağda saxlamışıq, Qusardayıq. Və indi işə düşəcək maşın. İnanıram ki, düşəcək. İnanıram ki, avtomobil işə düşəcək. Və o tarixi abi. Və o tarixi an. Rəşad Usta, nə deyə bilərsən? Marat Düşəcək bəy, işə. inşallah ki, işə düşər. Marat bəyin də əyləşir avtomobilinə. Biz zaten işə düşməyinə inanmasaydıq, bu boyda yol almazdıq. Odur, avtomobil soyuq. Deməli, Növbədir, hamı çəksin soyuq olduğunu avtomobilin. Mənimkilər mənə güvənib inanırlar. 3. Bismillah. Qəşəng. Günə baxan yağı Azərbaycanda rekord. Günə baxan yağı donmayıb. Yağ kanallarında elektrik sayəsində heç bir problem yaranmayıb. Sürtünmə yoxdur və işə düşdü. Egzosu da göstərək Kənan. Yəni Artıq bir şey yoxdur. Yəni. Nəzərə almaq lazımdır ki, bu günə baxan yağıdır və gəlir ha, iyi gəlir. Aha. Və bir şeyə də qərar vermişik. Deməli, biz artıq soyuq startla da hər şey qaydasına düşdü. Gördük ki, mühərrik işə düşür. Elə canlı yayım üçün də deyim. Bizim fikrimiz buradan Bakıya sağ-salamat qayıtmaqdır və Bakıda günə baxan yağı ilə sürüşə davam etməkdir. Yəni biz bu avtomobilin yağını dəyişib normal mühərrik yağı əlavə etməyəcəyik. Yəni planımızda odur ki 5000 kilometr getsə o məsafəni də sürəcəyik. Yəni Bakıda üzərində bu avtomobilin içində günə baxan yağı və Bardal Elixir qatkısı var. Görsəniz, şəklini çəkin, göndərin bizə. Bardaldan 50% endirimdən qatkı əldə edin. Bunu da burada canlı deyirəm. Vüqar Usta mühərriki sökəcək, bütün detal hər şeyi sizə göstərəcək və mühərrikin vəziyyətini görəcəksiniz. Yəni bağlı qutu kimi qalmayacaq bu. Mütləq açılacaq. Yəni belə. Ona görə də indi start götürüyor hara? Şahdağa qalxacaq. Ondan sonra da Bakıya. Əssalam. Allah haqqı adam kimi gəlib, adam kimi getmişik. Mən özüm də şokdayam ki, bu necə semiçka yağı ilə gəlib gedir. Marat bəy, yağ yeməz at diyanı bəy. Nə danışırsan? Özüm öldü. Yağ yerindədir. Ha, bilir, yerində. Bu yağ. Bu yağın rəngi. Yağ və günə baxan yağı və elektrik qatkısı. Gəlib çıxmışıq Şahdağa 234 kilometrdə yol sürmüşük. Nə var, yapışqanlığa var. Yapışqanlığını da ötürə bilməyəcəm kameranın, amma əldə əməlli hiss olunur. Bardal elektrik qatkısı. Möhtəşəm. İstənilən mühərrik yağına qatıb istifadə edə bilərsiniz. Yetər ki, avtomobilinizdə Bardal elektrik plazma qatkısı olsun. Əssalam.
Deməli, gəldik, çıxdıq Sumqayıt Masterclass filialına. Missiyamız burada da bitir və 438 kilometrdə yol sürdük. Avtomobilin içində 5 litr yerli istehsal günəbaxan yağı və bir ədəd Bardal Elixir plazma qatqısı var. İndi Rəşad Usta yağın səviyyəsinə baxacaq. Biz karteri boyamışdıq ki, tam inanasınız ki, ümumiyyətlə heç bir yağ əlavəsi, nə bilim, yağ dəyişimi olmayıb. Yəni avtomobil getdi qusara, şahdağa gəldi. İndi yağın səviyyəsinə baxaq Rəşad Usta. Kapot açın zəhmət olmasa. Kapot açın. Baxaq görə yağ azalma var, yoxdur. Motorun səsi dəyişmədi. Qətiyyən. Heç bir dəyişmə olmadı Faiq Usta. Hamısında elə etap çəkiliş eləmişsiniz. Yəni yolda 130-140 rahat sürdüm artıq, ürəkli idim. Ha, axırda laf. Onu hiss elədi arxada. Yağımızda Faiq Usta gəl bir yerdə baxaq. Yo, o mən deyiləm qardaş. Mənim elə pulum param Yağ o yox. qədər təmizdir ki. Yağ azalma Yoxdur, yox, de burada. De nə var? Bax, bir 100-200 qram ola bilər. Əlavə eləyəmi Yox, biraz Rəşad Usta? artıq idi. De yağın vəziyyətinə bax. De yağ yapışqanlığına bax. yağın rəngi demək olar ki, olduğu kimi. qara olmuyor. Ha. Nə yalandan motor yağı satırsınız? Atrabotun yağı motor yağı adıyla satırlar, sonra dedilər yağ qaralar da. Rəşad Usta, yağ əlavə edəkmi? Yanmır. Yoxdur ona görə. Hə, yüzlük qabiliyyəti yoxdur deyə rəngini dəyişmir, amma yanmır da. Həm də yanmış. Əlavə eləyəmmi yağ, yoxsa necə? Yox. Karteri də göstərək ki, yəni birdən kimsə inanmaz, deyər ki, yox, siz ora boşaltdınız karteri. Yolumuza davam. İnşallah bundan sonra düşünürük ki, daha dayandırmayaq, nə getdi sürətdə. Bizim məqsədimiz Məncə- indi Rəşad Usta ilə birgə odur ki, biz bunu növbəti yağ dəyişməyə qədər sürək. 5000 kilometr və ya mühərrik dağılana qədər. Yəni, nə getdi. Nə getdidir və hətta düşünürəm ki, bir Rəşad Ustaya bir etibarnamə verin, bir gündə Rəşad Usta idarə eləsin bu avtomobili. Olar hə, hərdən bir. Hə, Mix Rəşad eləmək Usta olar. sürsün və düşünürük ki, belə bir missiyamız var Kənan. Avtomobilin yanına bir reklam da vuraq. Bu avtomobil günəbaxan yağı və Bardal Elixir plazma qatqısı ilə işləyir kimi və hətta yolda, küçədə kimsə görsə bizi şəkillərini çəksin və o şəkil çəkənlərə də müəyyən bir endirim verək. Əslində düşmüşəm Bardal qatqılarına 50% endirim. Efir nömrəsi lazım deyil. Hə, elə Bardalın Facebook və Instagram səhifələrinə göndərsələr bəs eləyər. Yəni belə növbəti yağ dəyişməyə qədər saxlamaq istəyirik, Elixir'in gücünü tam göstərmək istəyirik.